Salam dostlar, biz yine sizinle Riyaziyyat 6. sınıf 1. sınıfdan devam edirik. Bugün sizinle yeni sayfa 13'ü. Kesin defa bir tane yoldaşımız 16'nın başa düşmemişti. Ona göre sizinle onu izah etdik. Neyse, qaldığımız yerdən devam edirik. Deməli, qədim Yunan alimi Evklit sadə ədədlərin sonsuz sayda olduğunu ispat etmiştir. Bəli, bilirsiniz ki, ədədlər sonsuz saydadır, sadə ədədlər də sonsuz saydadır. Çünki ədədlər çoxaldıqca onların içində sadə ədədlər olacaq. Yazın və yəqin ki, bilirsiniz, mən sizə sadəcə izah eləmişdim. Bir özünə, bir də birə bölünən. Həmin dövrdə yaşamış Yunan riyaziyyatçısı Eratosfen eramızdan əvvəl 276-194 isə sadə ədədlərin tapılması üçün maraqlı üsulu təklif etmişdir. Erastifon ələyə adlanan bu üsulla əsasən əvvəlcə birdən müəyyən qədər bütün natural ədədlər yazılır. Bir dənə sadə ədəd mürəkkəb ədəd olduğu üçün üstünə xətt çəkilir. İki sadə ədəddir, yəni 2 ədədini saxlamaqla 2-yə bölünən bütün ədədlərin üstünə xətt çəkilir. Növbəti sadə ədəd, yəni 3 ədədi saxlanır və 3-ə bölünən bütün ədədlərin üstünə xətt çəkilir. Xüsusi növbəsi ədədlər üçün də davam edir. Beləliklə, mürəkkəb ədədlərin üstündən xətt çəkilir. Dikdən sonra ancaq sadə ədədlər qalır. Baxın, burada da sizin üçün göstərib. Məsələn, burada yazıb bu növbədə dediyimiz 2-də 2-ə bölünənlərin hamısının üstündən xətt çəkib. Sonra 3. 3-ə bölünənlərin hamısının üstündən xətt çəkib. Əgər yadınızda saxlayın. Məsələn, 2-ni sadə ədəd olaraq götürürsünüzsə, 2-yə bölünə biləcək bütün ədədlər sadə ədəd deyil. Məsələn, 3. 3-ü də sadə ədəd olaraq götürdüksə, 3-ə bölünən heç bir ədəd sadə ədəd deyil. Çünki o 3-ə bölünür, bir özünə, bir də birdən başqa 3-ə bölünür. Hansısa bölünən bir ədəd var. Ona görə bunu bütün ədədləri götürmək olar. Əgər ona bölünən ədəd varsa, onu götürmürük. Axı ona da özündən birdən başqa ona da bölünür. Məsələn, 2-yə, 3-ə bu formada. 2-də deyir, etüsfer əllərindən istifadə edərək 100-ə qədər bütün sadə ədədləri tapın. İstifadə edərək, məsələn, burada indi sizə 60-a qədər verib, sonuncu ədədimiz 59-dur, düzdürmü? Bu formada siz də qalanlarını taparsınız. Məsələn, ondan sonra gələcək 61. Bir ikisini mən yazım. Məsələn, sonra gəlir 61. Ondan sonra gələcək 67. Sonra gələcək 71. Bu formada tapacaqsınız. Belə. Hər boşxanaya uyğun 3 sadə ədədi müəyyən edin. Elə ədəd qoyma, məsələn, birinci elə ədəd qoymalıyıq ki, 3 dənə. 12-dən balaca olsun. Məsələn, biri 11. Biri 11. Məsələn, 9-u qoyamarıq, çünki o 3-ə də bölünür. Biri 7. Biri də 3. Baxın, 2 də yaza bilərik. Keçək, sonra 25-ə. Məsələn, 23. Məsələn, 19. Məsələn, 13. Bu formada. Bunu da izah edin. Məsələn, baxın, burada belə bir işarə var. Bu işarə o deməkdir ki, həm ondan kiçik də ola bilər, həm də 19-a bərabər ola bilər. 19 özü sadə ədəddir deyə boşxanaya elə 19 da yazmaq olar. Çünki burada bizə bu işarəni verib. Bunun altından xətt varsa, deməli, həm bərabər ola bilər, həm də ondan kiçik ola bilər. Belə. Bölünmə əlamətlərindən istifadə etməklə verilən ədədlərin mürəkkəb ədəd olduğunu müəyyən edin. Yəni, mürəkkəbdir, yox, sadədir, onu müəyyən edin. Burada mürəkkəblərin üstünə qoş, sadələrin üstünə kredi qoyacaq. 117. 117 bir dənə özünə, bir də bölə bilinir. Başqa ədəd bölünmür. Bunun üstündən qoyuruq x. Sonra 242. 242 avtomatik biz görürük ki, cütdür. Deməli, bu 2-yə bölünür. Bu mürəkkəb ədəddir. 363. 363-cü ədədlərini toplayaq. 3, üstə gəl 3, üstə gəl 6. Bu da eləyəcək 12. 12 3-ə bölünürmü? Bəli. Bu da eləyir 4. Deməli, bu ədədimiz 3-ə bölünür. Bu da mürəkkəb ədəddir. 801. 800-ün üstünü 1 gələk. Bu da eləyir 9. 9 3-ə bölünürmü? Bəli. Deməli, bu da 3-ə bölünürsə, mürəkkəb ədəd olaraq götürürük. Avtomatik bunun axırı 5 ilə bitirsə, deməli, bu da 5-ə bölünür. Bunu mürəkkəb götürürük. Bunun axırı 1 ilə bitir deyə qalacaq. Nəyə bölürsə bölək. Ona görə bu. Deməli, yadınızda saxlayın. Axırı 1 ilə bitən bütün ədədlər sadədir. Baxın, burada da bunun axırı 7 ilə bitir. Nəyəsə bölünmür. Bu da getdi. Belə.
Bu qaydada. Ədədləri 2 sadə ədəd cəmi şəklində yazın. 2 sadə ədəd şəklində yazaq. Gəlin, məsələn 8 bərabər 2 dənə sadə ədəd götürün. Məsələn, birini götürək 7, birini də götürək 1. Məsələn, bu formada. Sonra 12 saniyə. Məsələn, 12 bərabərdir. Götürək bir dənə 7-ni. Məsələn üçün deyirəm. Yox, 7 götürmək. Saniyə 7 götürsək, üstünə 5 gəlməli. O da eləmir. Məsələn, bir dəqiqə gözləyim, fikirləşim. Aha, məsələn üçün 11 ilə 1 bu formada. Qalanlarını da yazarsınız. Keçək bunu. Ədədləri 2 sadə ədədin hasili şəklində yazın. Bu da bayaq kimin sadəcə və yaxud toplama idi. Bunda vurmadır. 69 fikirləşək görək. Nəyə bölünür? Bir də saniyə. 69 özü 3-ə bölünür. Düzdürmü? 3-ə bölünürsə gəlin 69-u 3-ə bölək. Bölək 69-u 3-ə. Bu 2, 23. 23 sözü sadə deyilmi? Bəli. Deməli 3 ilə 23-ə vuranda eləyəcək 69. İkisi də nədir? Sadə ədəddir. Sadə. Belə. İkisi də sadə ədəd olduğu üçün biz götürürük bunu. Bu formada. Keçək 7-yə. Nümunələr göstərməklə fikirləri doğru və yanlış olduğunu müəyyən edin. Hər bir cüt ədəd mürəkkəbdir. Bəli. Hər bir cüt ədəd mürəkkəbdir. Əgər bu ədəd mürəkkəbdirsə, cütdürsə, deməli 2-yə bölünür. 2-yə də bölünürsə, başqa ədədləri bölünməyə bilər. Mürəkkəbdirsə, deməli 2-yə bölünür. Bu doğrudur. Doğru. Hər bir tək ədəd sadə ədəddir. Xeyr, məsələn 15, 25, bunlar sadə deyil. Yanlış. Məsələn, sadə ədədlərin hasili mürəkkəb ədəddir. Sadə ədədlərin hasili mürəkkəb ədəddir. Məsələn, bir dənə sadə ədəd götürək. Məsələn, 3 vuraq 3-ə 9. Məsələn, bu elədir. Bəli, uşaqlar. Sadə ədədlərin hasili mürəkkəb ədəddir. Çünki sadə ədədləri bir-birinə vuranda həmin o alınan ədəd zaten vurduğumuz ədədin özünə bölündüyü üçün sadə ədəddir. Bu da doğrudur. İki sadə ədədin cəmi mürəkkəb ədəddir. İki sadə ədədin cəmi. Bu fikir bir saniyə fikirləşim. Bəli, doğru fikirdir bu da. Amma yox. Yox, uşaqlar. Doğru fikir deyil. Niyə görə doğru fikir deyil? Çünki elə ədəd ola bilər ki, onu bir-birindən toplayanda cəmi mürəkkəb ədəd eləməsin. Yəni, o da ola bilər. Ona görə yox, bu fikir yanlışdır. Məsələn, biri elə 3 üstəgəl 2. 3-ün üstə 2 gəlindən neçə edir? 5 edir. 2 də sadədir, 3 də sadədir. 2 dənə sadədir. Topladıq bir-birinə. 5 mürəkkəb ədəd alınmadı axı. Mürəkkəb ədəd alınmadığı üçün bu nədir? Yanlışdır təbii ki də. Yanlış. Deməli, bu doğru oldu. Bu yanlış oldu. Bu doğru oldu. Bu da yanlış oldu. Bu formada. Belə, sizinlə yenidən səhifə 13-ün sonuna gəldik. Səhifə 14-ü izah edəcəyik. Burada mürəkkəb ədədin sadə ədədə vuruqları ayrışı. Bunları sizinlə izah edəcəyik. Belə, bu qədər. Sağ olun, sağlıqla qalın. Abunə olub like atmağı unutmayın. Gələn dərslərdə görüşənədək.